Vaxtınız xeyir olsun əziz abituriyentlər. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Ümid edirəm ki, sizin üçün yay tətili hələ də çox gözəl keçməyə davam edir. Deməli, biz keçən videoda sizinlə birgə toxunduq isimlərin morfoloji quruluşu, ümumi xüsusi isimlər və sayılan sayıla bilməyən isimlər. Bu videomuzda ikinci hissəmizdə isə isimlərin cəminə baxacağıq. İsimlərin cəmi dedikdə biz burada toxunacağıq isimlərin cəm formasının düzəldilməsi, əmələ gələn orfoqrafik dəyişikliklər, mürəkkəb isimlərin cəmlənməsi, həmişə təkdə, həmişə cəmdə olan isimlər. Bu nüanslara toxunacağıq sizinlə birlikdə. Əgər hazırsınızsa, gəlin başlayaq. Deməli, isimlərin cəmi Azərbaycan dilində bizə tanış olan bir şeydir, düzdürmü? Kəmiyyətə görə isimlər iki cür olur. Singular nouns, yəni tək isimlər, plural nouns, yəni cəm isimlər. Tamam mı? İsimlər necə cəmlənir? Ən başlıca yolu odur ki, onların sonuna biz s şəkilçisi əlavə edirik, yəni cəm şəkilçisi əlavə edirik. A book, books, a day, days. Sayılan sayılmayan isimlərdə biz toxunmuşduq ki, sayıla bilən tək isimlərin qarşısında qeyri-müəyyənlik artiklı işlənir, düzdürmü? Ümumiyyətlə, isimlərin cəmi dedikdə, sayılmayan isimləri örtün qoyun kənara. Biz axı vurgulamışdıq ki, saya bilmədiyimiz şeyləri cəmləyə bilmirik. Onlar həmişə təkdə olur. Burada hər şey sayıla bilən isimlərdən söhbət gedir. Dedik ki, sayıla bilən tək isim isə qarşısında artikl var. İsim cəmlənən kimi o artikl gedir. Söhbət qeyri-müəyyənlik artiklından gedir. Əgər sözün sonu s, double s, sh, ch, tch, x, o, that bu hərflərdən biri. Diqqətlə qulaq asın, səs demirəm, hərf deyirəm. Bu hərflərdən biri ilə bitirsə ismin sonu, o zaman isim cəm şəkilçisi olaraq es qəbul edir. Bus, buses, glass, glasses, bush, bushes. Bu kimi. Bir sıra latın mənşəli sözlərimiz var ki, hansı ki sonu o ilə bitir. Yuxarıdakı qaydadan fərqli olaraq bu latın mənşəli sözlərin cəm forması s ilə düzəlir. Daha es qəbul etmir. Tamam mı? Kilo, zero, zoo, piano bunlar bu sözlər həmin qəbildəndir. Yəni latın mənşəlidir və s ilə düzəlir. Bir qrup sözlərimiz var ki, hansı ki sonu o ilə bitir. Onlar isə hər iki halda düzələ bilərlər. Yəni yuxarıdakılar kimi es də qəbul edə bilərlər. Latın mənşəli sözlər kimi s də qəbul edə bilərlər. Bunları yadda saxlamaq lazımdır. Volcano, tornado, buffalo, mosquito, moth. Tamam mı? Dedik ki, başlıca yolumuz nədir? İsimlərin sonuna s şəkilçisi əlavə edib cəmləyirik. Amma bir yolumuz da var ki, bir sıra isimlərimiz var ki, daha doğrusu 7 ismimiz, onlar heç bir şəkilçi qəbul etmir. Onlar cəmlənərkən kökdən dəyişir. Man, men, woman, women, food, feed, tooth, teeth, goose, geese, louse, lice, mouse, mice. Bu sözləri əzbər bilinmək lazımdır və hər iki formasını əzbər bilinmək lazımdır ki, artıq siz cümlədəki qrammatik səhvi tuta biləsiniz. Yəni, bu tək forma ilə cəm xəbər işlədirsən, orada səhvi tutasan ki, bu düzgün deyil. Burada xəbərin də tək olmalıdır. Mübtəda xəbər uzlaşmasında olsun, digər yerlərdə bu kimi nüanslar sizin qarşınıza çıxa bilər. Ona görə də əzbərləmək lazımdır bunları. Burada bir nüans var. Bizim bu mouse, mice dediyimiz siçan, bildiyimiz heyvan canlı siçandır. Əgər söhbət bu mouse'dan gedirsə, o zaman biz onun sözün sonuna s şəkilçisi artıracağıq. O yuxarıdakı kimi düzələcək. Artıq kökdən dəyişməyəcək. Tamam mı? İki sözümüz var ki, onlar xüsusi sözlərimizdir və cəmlənərkən en qəbul edir. Daha nə kökdən dəyişmir, digər bu 7 söz kimi, nə də yerdə qalan söz kimi s və es qəbul etmir. Bunlar child, children, ox, oxen olur. Daha child's, ox demirik. Tamam mı? İndi bəzi orfoqrafik dəyişikliklərə nəzər salacağıq ki, bu sözlərimiz cəm şəkilçisi qəbul edərkən hansı orfoqrafik dəyişikliklərə uğrayırlar? Əvvəldən izah eləmişəm, burada qalıbdır. İndi gəlin təkrar baxaq. Əgər sözümüzün sonu y hərfi ilə bitirsə, burada iki hal mümkündür. Bir var ki, bu y-dən əvvəl sait gəlsin. Boy, toy, day və s. Ki, bey və s. Bu zaman heç bir dəyişiklik olmur. Bildiyimiz kimi s-ini qəbul eləyir, öz işinə gedir. Vay o günə ki, bu y-dən əvvəl samit gəlsin. Baby, lady, city,
Gördünüz mü? City, lady, baby. Bu samit gələrsə, bizim bu y hərfimiz çevrilir olur I ilə əvəzlənir və sözün sonu es qəbul edir. Baxın, bu lady'dəki I çevrildi, y çevrildi oldu I və es qəbul edir. Lady oldu ladies. Tamam mı? İkinci halımız nədir? İngiliscəsində sonu FI ilə bitən 12 isim. Baxın, sayını da dəqiq deyibdir ki, yəni bu sözlərdə o yana bu yana yoxdur, əzbər bilmək lazımdır. Bu 12 isim var ki, onlar cəmlənərkən bu F çevrilir olur V və sözümüz es qəbul edir. Şəkilçi olur. Leaf olur leaves. Life olur lives. Love olur loves. Tamam mı? Nə dedik? 12 isim FI ilə bitir. Es qəbul edir. F'imiz də çevrilir olur V. Amma digər sözlərimiz var, hansı ki sona F ilə bitir. Amma onlarda heç bir dəyişiklik olmur. Sadə ağıllı uşaqlar kimi S-in qəbul edir, işinə gedir. Roof, cliff, chips, bliffs, muffs, cuffs. Gördünüz mü? 3 dənə də sözümüz var ki, bunlar həm 12 söz kimi apara bilir özünü, həm də bu digər sonu F ilə bitən sözlər kimi apara bilər özünü. Yəni, həm S qəbul edir, həm də V-yə çevrilərək es qəbul edir. Bu 3 sözü əzbərləyirsiniz. Buradakı 12 sözü əzbərləyirsiniz. Yerdə qalan, işığımız oldu. Yerdə qalan nə də F-i də gördünüzsə, FI-ni də gördünüzsə, S-ini yapışdırırsınız, gedir. Yəni, çoxu əzbərləməkdənsə bu 12-ni, bu 15, cəmi 15 sözü əzbərləsəz, geri qalan hər şeyi həll edə bilərsiniz. Orfoqrafik dəyişikliklərdən bu qədər. Ümid edirəm ki, qarışıq izah etmədim sizin üçün. Hər hansı bir sualınız olsa təkrar qeyd edə bilərsiniz. İndi gəlirik, burada qəşəng bir kateqoriyamız var. Həmişə cəmdə olan isimlər. Bu isimlərin təki yoxdur. Bu isimlər mübtədadırsa cümlədə xəbəri həmişə cəmdə olur. Bu isimlərin qarşısında heç vaxt qeyri-müəyyənli artiklı işlənmir. Bu isimləri əvəz edən əvəzliklər həmişə cəm əvəzlikdir. Bir dənə burada cümlə yazıbdır müəllif. Birdən böyük rəqəmlər ilə işlənir. Bunun qarşısına baxın, keçən dəfə də izah edəndə uşaqlarıma işarə qoymuşam ki, diqqətinizi çəksin. Bu cümlə ilə razı deyiləm. Niyə razı deyiləm? İndi mən sizə izah edəcəm. Dedik ki, elə isimlərimiz var ki, onlar həmişə cəmdir. Bu isimlər hansıdır? 2 hissədən ibarət olan isim. 2 hissədən ibarət olan isim deyərkən nəyə nəzərdə tuturuq? Gözünüzün qabağına gətirin gözlük, tərəzi, şalvar, qandal. Bunlar 2 hissədən ibarətdir. Yəni, onu mən parçalayıb bir əşya kimi istifadə edə bilmirəm. Tək ayağı olan şalvar olmur, düzdürmü? Bu mənada 2 hissədən ibarət olan əşyalar həmişə cəmdə olur. Sonunda da baxın, S-imiz də var. Sadəcə buradan mittens, gloves, shoes, socks sözünü işarələmişim. Niyə? Ola bilər ki, bunların tək bir tayından söhbət etsin. Yəni, desəm ki, she has a sock in her hand. Onun əllərində bir corab var idi. Yəni, corabın tək tayı var idi. Bu mənada onu təkli işlədə bilərəm. Ona görə bu 4-ün altından xətt çəkmişəm ki, ona diqqət edin. Bir də bu clothes-ə də diqqət edin. O, paltar mənasında həmişə cəmdə olur. Amma parça mənasında təkdə ola bilir. Təkdə ola bilir deyənə ki, təkdə olur. Tamam mı? Yəni, onu tək görsəz çaşmayın, kontekstə diqqət edərsiniz ki, nə mənadadır. Birdən böyük rəqəmlərlə işlənir yazıbdır, amma bu 2 hissədən ibarət olan sözlər birbaşa qarşısında rəqəm qəbul edə bilmir. Onun qarşısında cüt olmalıdır. Tamam mı? Yəni, mən 2 hissədən ibarət olan isimləri nəzərdə tuturam, parçalana bilmən isimləri nəzərdə tuturam. Onların qarşısına mən 5 jeans, 5 trousers, 5 glasses deyə bilmirəm. 5 pairs of jeans, 5 pairs of trousers, 2 pairs of glasses. Bu formada işlədirəm. Tamam mı? Gəldik. Sonu S ilə bitən həmişə cəmdə olan toplu isimlər. Goods, commodities, tales, contents, troops, arms. Bu arms qol mənasında təkdə işlənir. Silah mənasında həmişə cəmdədir. Tamam mı? Bir də mən bu earrings-i burada verərdim. Çünki o 2 hissədən ibarət olan isimdir.
Eləcə də bu sözlər də sona s ilə bitən həmişə topluda olan isimlər də birbaşa rəqəmlərlə işlənmir. Onlar əsasən işlənir quantifierlərlə, miqdar bildirən sözlərlə, qeyri-müəyyən əvəzliklərlə. Ümumiyyətlə əvəzliklə işlənir. Amma daha durub mən five belongings deyə bilmirəm. Five commodities. Bu mənada mən onu deyə bilmirəm. Onlar da işlənir quantifierlər. Mən onu birdən böyük rəqəmlə, miqdar sayıyla işlədə bilmirəm. Bir də var, sona s ilə bitməyən həmişə cəmdə olan toplu isimlər. Police, cattle, poultry, gentry, people. Bunun 5-ini yadınızda saxlayın. Bu adətən testdə düşür. Elə bu formada düşür. Bunları artıq mən durub rəqəmlə işlədə bilərəm. Yəni polis qüvvəsi nəzərdə tutanda 300 polis deyə bilərəm. 300 polis qüvvəsi. Başa düşdünüzmü? Bu mənada mən bunları rəqəmlə işlədə bilirəm. Amma digər bu A və B kateqoriyası rəqəmlə işlənmir. Quantifierlər və yaxud da cüt sözü ilə işlənir. İndi burada toxunmamız gerəkən bir neçə nüans var. Hansıdır? Polis sözü ilə bağlı bir nüansa diqqət edək. Polis sözü dedik ki, həmişə cəmdə olan toplu isimdir, düzdürmü? Amma bu ismin birləşmə tərkibində olarsa, təyin kimi çıxış edəcək və artıq onun təkinin cəminin olması ismi birləşmədəki digər sözdən asılıdır. Məsələn, police car deyəndə bir var polisdən söhbət getsin, bir də var police car. Polisin maşınından söhbət getsin. Artıq burada ismi birləşmədə aparıcı söz car, officedir, women, mandir. Bu mənada mən həmin sözlərin baxacam təkinə cəminə. Tamam mı? Xəbərim də elə o sözlərlə uzlaşacaq. Police are. Bu həmişə cəmdədir. Amma police office deyəndə təkdədir, izdir. Offices cəmdədir, xəbərim də cəmdədir. Tamam mı? Burada niyə birincidə article verməyibdir, onu bilmirəm. Digər videoda toxunmuşduq. Orada qeyd eləmişdi ki, isim sayıla bilən tək isim həmişə bir determiner ilə işlənməlidir. Ya əvəzlik, ya article, işarə əvəzliyi, yəli əvəzliyi və s. O mənada burada ya qeyri-müəyyən article olmalıdır. Bir polis officer küçədə oğru axtarırdı və yaxud da mənim bildiyim həmin polis officer, yəni məlum polis officer küçədə oğrunu axtarırdı. Bu mənada ya A article ya D article olmalıdır. İkinci bir nüansımız nədir? People sözü ilə bağlıdır. Biz yuxarıda isimləri cəmləyərkən person sözünə toxunmuruq. Person şəxs və ya adam deməkdir, düzdürmü? Onun cəmi people. Persons kimi cəmlənə bilər. Amma necə? Bu persons kimi cəmləndikdə bu söz adətən hüquqi kontekstdə və ya rəsmi kontekstdə işlənir. Yəni ümumi işlək gündəlik daily English'da və ya da qrammatikamızda biz person sözünə rast gəlməyəcəyik. Bu yenə deyirəm, hüquqi və ya rəsmi kontekstlərdə olur. Ümumi işlək forması bizim işlətdiyimiz forma people'dur. Person sözünün cəmi people'dur. Bu kimi people kimi cəmlənir. There is a person in the room. There are 5 people in the room. Bu şəkildə gördünüzmü? İndi bu people sözü person sözünün cəmi kimi olduqda, yəni adamlar və yaxud da cəmaət bildirdikdə o özü cəmlənmir. Cəm şəkilçisi qəbul eləmir, amma mənasında cəmlik olur. Və xəbərə həmişə cəmdədir. Amma people sözü həm də homonimdir, bir də onun xalq mənası var. Məsələn, Azərbaycan xalqı. Azərbaycan people is very hospitable. Azərbaycan xalqı çox qonaqpərvərdir. Bu mənada xalq mənasında people sözü təkdədir, cəmlənə bilir. Afrika xalqları. The course studies the history of Africa and the peoples who live there. Bu kurs Afrikanın tarixini və orada yaşayan xalqları araşdırır, öyrənir. Xalq mənasında people sözü cəmlənir. Bu qədər. Keçdik növbəti hissəmizə. Burada artıq biz mürəkkəb sözlərin cəmlənməsinə baxacağıq. Mürəkkəb sözlər bir neçə formada ola bilər. Məsəl üçün, tərkibində man və ya woman sözlər olan mürəkkəb sözlər. Bunlar necə cəmlənir? Burada biz baxırıq iki nüansa. Bu man, woman gələ bilər sözün əvvəlində və yaxud da gələ bilər sözün sonunda. Əgər əvvəlində gəlirsə, hər iki söz cəmlənir. Man drivers, man servants. Gördünüz? Sözün sonunda gəlirsə, ancaq man və ya woman sözünü cəmləyir. Postman,
Postman. Daha postman demirik. Tamam mı? Norman, Roman, German, human kimi sözlərimiz var. Hansı ki sona mən ilə bitir. Amma bunlar sadə sözlər. Daha mürəkkəb deyil. Hu deyə kök yoxdur. Human bütöv bir sadə kökdür. Ona görə onların cəmlənməsi digər adi sözlərimiz kimi sonuna s qəbul etməklə düzəlir. German, Germans olur. Defislə yazılan mürəkkəb sözlərimizin cəmi əsas məna daşıyan sözə s əlavə etməklə düzəlir. Baxın, burada brother-in-law var, qayin. Qayin nə deməkdir? Baxın, sözə baxanda yoldaşın qardaşı kimi bir şey çıxır, düzdürmü? Burada önəmli olan nədir? Qardaş. Və yaxud da babysitter, dayə. Yəni, uşağın qayğısına qalan, uşağa baxan. Burada söhbət uşaqdan yox, qayğısına qalandan, dayədən söhbət gedir. Yəni, demək istədiyim şey odur ki, sözün əsas məna daşıyan sözü bu sitterdir. Ona görə sitters deyirik, onu cəmləyirik. Daha baby ilə işimiz yox. Bitişik yazılan mürəkkəb sözlərimiz var idi. Onların da cəmi digər sadə sözlər kimi olur. Yəni, sadəcə sonuna s şəkilçisi əlavə edirik. Gəldik həmişə təkdə olan isimlər. Biz nə demişdik? Saya bilmədiyimizi cəmləyə bilmirik. Bu mənada sayılmayan isimlər həmişə tək olur. Bunların sonu s ilə bitə də bilər. Bu heç bir şeyi dəyişdirmir. Bunlar yenə də təkdir. Xəbər də təkdir. Sayıla bilmədiyi üçün EN artiklı da qəbul etmir. Tamam mı? Əvəzliyi əvəz edəndə tək olan əvəzlik olur. Və rəqəmlə işlənə bilmir. İstisna hal kimi keçən videoda bunu qeyd etmişdik. Məsələn, I had 3 coffees today, or teas, ya da. Mən bugün 2 çayım içmişəm demirik də, 2 fincan çay içmişik. Daha fincan sözünü əlavə etməyiblər. Bu mənada istisna hallarımız var. Sizi görəndə çaşdırmasın. Bunlar rəqəmlə işlənə bilmir. İstisnalarımız qaydanı pozmur. Baxın, news sözü sayıla bilməyən sözdür. Ən çox testlərə düşən sözlərdən biridir. Bu sizi çaşdırmasın. Sözün sonu s ilə bitsə də sayılmayan sözdür. İdman və oyun adları sona s ilə bitməsi sizi və es ilə bitməsi sizi çaşdırmasın. Sayılmır. Biz bunu sayılmayan isimlərin kateqoriyalarını öyrənəndə də demişdik. Elm və fənn adları sona s ilə bitsə belə sayılmır. Yəni bu s artıq burada şəkilçi kimi çıxış etmir. Tamam mı? Cəm şəkilçisi kimi çıxış eləmir. Ona görə onlar həmişə təkdədir. Həmişə tək olan isimlərdən də bu qədər. Və son olaraq biz nəyə baxacağıq? Təki və cəmi eyni olan isimlər. Bu isimlər hansı isimlərdir? Bu isimlər cəmlənir. Cəmlənmir demirəm. Sadəcə şəkilçi qəbul edəmir. Yəni heç bir dəyişiklik olmur. Təki də eyni formadadır, cəmi də eyni formadadır. Baxın, burada elə sözlərimiz var ki, baxın, sheep, deer, fish, swine. Bunlar ən çox testlərə düşən sözlərdir. Yadda saxlaması da asan sözlərdir. Görürsünüzmü? Qoyun və qoyunlar hər iki forması eynidir. Yaxşı, mən bunu necə biləcəm ki, cümlədə bu təkdir, cəmdir? Biləcəm xəbərindən. Xəbəri təkdirsə deməli təkdir. Xəbər cəmdirsə deməli cəmdir. Baxın, bu cümlədəki the sheep is in the yard. Buradakı is mənə dedi ki, burada bir qoyundan söhbət gedir. The sheep are in the yard. Buradakı are mənə dedi ki, burada bir neçə qoyun var. Article mənə dedi ki, buradakı fish təkdir. Burada article görmürəm deyə başa düşürəm ki, bu fish cəmdir. Buradakı əvəzliyə baxıram, xəbərə baxıram, görürəm ki, bunlar cəmdədir. Deməli, mənim ismim də cəmdir. Tamam mı? Və yaxud da qarşısında rəqəm işlənibdir. Bu mənə göstərir ki, mənim ismim cəmdir. Tamam mı? Bu eyni qəbirdən olan yeni başqa sözlər də var. Yuxarıdakı 4 dənəsi ən çox işlənəndir. Amma bu sözlər də həmin qəbirdəndir ki, həm təki, həm cəmi eynidir. Baxın, bu üçü və yuxarıdakı 4 sözümüzün sonunda s yox idi. Və buradakı 4 sözümüzün sonunda s var. Təkində də var, cəmində də var. Bu series, species, means, bir də salmon. Bu sözləri dimdə yadıma gəlmir tam olaraq bu dəqiqə. Ancaq digər test banklarında görmüşəm. Yadınızda saxlayın bunları. Eyni qaydaya aid olan bir neçə millət adımız da var. Chinese, Japanese, Portuguese, Swiss. Bu sözlərin, bu millətlərin, millət bildirən sözlərin təki cəmi də eynidir. Tək olarkən qarşısında qeyri-müəyyənlik artiklı var, cəm olarkən
qarşısında müəyyənlik artiklı var. Tamam mı? Bu qədər. Burada bir dənə də əlavəmiz var, hansı ki ehtiyacı yoxdur. İzah edim. Qısaca Yunan latın mənşəli sözlərdir və bunlar cəmlənməsi öz dilinin qaydalarına aiddir. Daha ingilis dilinin qaydalarına əsasən cəmlənmirlər. Amma bu miq materialıdır. Yəni daha doğrusu son illər miqə belə düşmür. Ona görə də bu ilə bağlı özünüzü yormağa ehtiyac yoxdur. İsmin cəmlənməsindən də bu qədər. Videonu çox uzatmıram. Gəlik halda isə növbəti videoda baxacağam. Hər hansı bir rəyiniz, iradınız, təklifiniz varsa, düzəliş ehtiyac olan yerlər olduğunu düşünürsünüzsə, zəhmət olmasa yerlərdə qeyd edərsiniz. Oxuduğumdan əmin ola bilərsiniz. Bu videomuz bu qədər. Təşəkkür edirəm. Sağ olun.